Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz kızlar. Yeni vlogu da paylaştım. Bundan bir önceki vlogdu bu. Televizorda da koymuşam ki belə geçsin. Baxış sayası neç olmasa. İndi gedirəm biraz makyaj eləyim. Uşaqlar da bağçadadır. Birazdan gələcəklər. İndi gedək makyaj eləyək birlikdə. Deməli, qızlar, səhər SPF üzümə çəkmişdim. Bugün günəşli bir gün idi. Amma ucu vaxtı keçib, yəni 2-3 saat keçib. Biraz nəmləndirici çəkib SPF-i yeniləyəcəm. Bəlkə də yeniləmədim, ucu axşamdır, məncə ehtiyac yoxdur. Amma nəmləndirici çəkəcəm tonal kremdən qabaq. Nəmləndirici olaraq da bu Krimkonun kremlərini istifadə edirəm. Artıq, yəni xeyli işlətmişəm. Bu üz üçün olandı. Bu isə göz ətrafı kremidir. Hər ikisi maşallah, yəni xeyli işlənib. Burada belə Kiehl's'in də nəmləndiricisi var. Avokadolu göz ətrafı kremi. Bir də bu nəmləndiricisi. Bunlar da yaxşıdır. Bunları belə özəl gündə istifadə edirəm. Amma bunları gündəlik istifadə edirəm. Mənim balalarım gəlib, yoğurt yeyirlər. Ajda ağıllı qız olub, hə, orada bugün. Heç ağlamayıb. Raul, gəl bura. Gəl. Ha. Gəl, gəl bura, gəl. Deməli qızlar, indi biraz idman elədim. Videonu sizinlə paylaşaram. Ya da gələn dəfə elə idman eləyərkən də videonu çəkərəm. Bunu da çıxartmışdım ki, bəzi hərəkətlər olur, belə dirsəyin üstündə dururam deyə bu qoluma ilişir. Nəysə, indi bunu idmanımı elədim. 14 gün ərzində eləyəcəm həmin bu hərəkətləri qarın incətmə mövzusunda. Yaxşı olduğunu deyirlər. İnşallah davamını da gətirərəm. Yəni bir gündən bitməz. İndi gedirəm ChatGPT-dən soruşdum ki, o almalar neçə vaxtı gözümə durmuş. Görəsən neyiniyim onları. ChatGPT-dən soruşdum ki, mənə bir alma ilə hər gün içə biləcəyim bir smoothie tarifi ver. O da verdi belə darçınlı alma, chia toxumu ilə nəsə belə bir resept verdi. Gedim onu sınayım. Belə bir smoothie hazırlayayım. Smoothie nədir axırı ondan. Nəysə, gedim onu hazırlayayım, içim. Sizinlə də bölüşərəm reseptini. Gedək görək necə bir şey alınır. Reseptdə var. Bir ədəd alma, 200 ml qatıq, yəni bir stakan qatıq, ya da ki kefir də əlavə edə bilərsiniz. Mən biraz az götürdüm qatığı. Çünki bu qaba da yerləşməyəcəkdir, çox qoysam. Daha sonra bir xörək qaşığı yulaf, bir çay qaşığı darçın, bir çay qaşığı da chia. Bu qədər darçın bəsdir. Bu qədər də chia bəsdir. Və buz. Dedim ki, buzu da bunun içine tökmək üçün nəzərdə tutub var. Amma bilmirəm, mən bu blenderim buzu keçirər ya yox. Yenə də soruşum ChatGPT-dən bir saniyə. Dedi ki, buzu əlavə etmə. Buna görə biraz su əlavə edəcəm. İndi bunun ağzını bağlayayım. Bilmirəm, dadı necə alınacaq. İnşallah yaxşı alınır. Bunun ağzını bağlayayım belə. Yox, şəkkanı taxmalısan, mama. Şəkkanı taxmalısan. Zəif olduğuna görə işləmədi.
Yaxşıdır qızlar, pis deyil, dadını bəyəndim. İçmək olar. Sadəcə blenderim yaxşı zərtkası yox idi deyə. Bir də süd əlavə elədim daha sonra hardasa 4-5 qaşıq, xörək qaşığı. Yəni az idi deyə az əlavə elədim. Ona görə biraz qatı oldu. Amma gələn dəfə biraz südünü çox eləyəcəm və yaxşı blenderdən eləyəcəm ki, belə qəşəng sok formasında sulu bir şey olsun da, yəni belə qatı olmasın. Amma belə dadı yaxşıdır, içəcəm indi. Deməli qızlar, hardasa 1 saata yaxındır Rauli ayağımda yerləyirəm. Son vaxtlar təzə bir xasiyyət örgənib. Atası gəlməyənə kimi yatmır. Ajda yatıb, Rauli də orada yatsıdırdım öz yerlərində. Amma gördüm yatmır, orada da ürəyim sıxıldı. 2 mərtəbədir, aşağıdadır yəni. Orada istidir, ürəyim sıxıldı, gəldim bura ki, bura biraz rahatdır. İndi burada yatsıdırım, görüm yatsıdıra biləcəm ya, yox. Amma artıq neçə vaxtdır ki, atası gələnə kimi gözləyir. Atası gəlir bunu öpür, deyir gəlmişəm oğlum yat. Ondan sonra yatır. Yəni ki, belə təzə-təzə xasiyyətlər öyrənirik. Düz 2 saatdir. Hətta 2 saatdan da çoxdur. Amma Raul əlbəttə ki, yatmadı. Raul'un atası da getdi qonşuya. Saat 2'dir. Yoxsa neçədir, heç xəbərim yoxdur saatdan. Saat 1'dir, 2'yə işləyir. Raul'un yuxu rejimi çox pis pozulub. Həmişə saat 11'in yarısı falan yatırdı, amma bugün niyəsə yatmaq istəmədi. İndi makyajımı sileyim. Bir əllə də çətin olur, hər yerə tökdüm. Makyajımı silim. Biraz istirahat edeyim. Ayaqlarım sınır Rauli yerləməkdən. Sadəcə göz makyajını çıxartdım qızlar. Üzümü də şeylə yuyacağam. Təmizləmə geli ilə yuyacağım. Belə. Gecə baxım kremlərimi də çəkdim qızlar. Bunları istifadə elədim. Bu Estaladırın setini alarkən sizə göstərmişdim. Drunidən sifariş eləmişdim. Bunun üz yuma geli var. Çox gözəldir. Üzü yumuşaq eləyir. Daha sonra serum istifadə eləyirəm. Bunlar gecə baxım setidir. Belə mini boy göz ətrafı kremi var. Və üz üçün nəmləndirici bir kremi var. Bunlar dörtlü şəkildə set halında satılırdı. Ayrı-ayrılıqda da satılır əlbəttə ki. Sadəcə belə kiçik boylarını almışdım. Hardasa 120 manat pul vermişdim bu kiçik boylarına. Sırf yoxlamaq məqsədilə almışdım və bəyəndim. Bu böyük boydur, serum olan. Bunlar isə kiçik boylarıdır. İnşallah bitsələr yenidən almağı planlaşdırıram. Çünki sırf bu üz baxım məhsullarına, yəni verilən pula heyfim gəlmir. Çünki bilirəm ki, dərini əsas qoruyan, saxlayan şey bu baxım məhsullarıdır. Daha sonra gəlir, tonal krem keyfiyyətli olmalıdır və yaxud digər konsiler falan krem məhsullar keyfiyyətli olmalıdır. Amma quru məhsulların o qədər də keyfiyyət axtarışında deyiləm. Nə də olsa quru məhsullar ən son tətbiq olunan şeylərdir. Düzdür, alanda yaxşılarını alıram, amma bəzən olur, yəni premium versiyalarında alıram, orijinal olmayanlarda alıram. Son videoda danışdığım o Dior Highlighter paletini, orijinal olanı sifariş elədim. İnşallah gəlsin, sizinlə də paylaşaram. Bir çox məhsul sifariş elədim Sephora'dan. Gəlsin hamısı, bölüşərəm sizinlə də. Və belə, bugünlük artıq bu qədər. Növbəti gündən görüşərik. Növbəti gündən vloguma davam edirəm qızlar. Moykanı axırıncı dəfə sizinlə birlikdə nə vaxt təmizləmişəm yadımda deyil. Arada təmizləyirəm düzdür, amma tripodu qoşub telefonu qoşmaq biraz ərinirəm, nə yalan deyim. Dedim heç olmasa bugün telefonu qoşum tripoda qoyum ki, rahat çəkilişimi də eləyim. Sizinlə birlikdə təmizliyimi də eləyim. Mən cif krem ya da ABC krem, yəni fərqi yoxdur. Krem təmizləyici və toz təmizləyici, yəni rakşa ilə birlikdə Moykanı sürtürəm. Elə
gözəl parıldayır ki, möhtəşəm nəticə alıram yəni. Bəzən izləyicilər yazır ki, siz deyəndən sonra gedib aldıq, bəyəndik bizdə. Həqiqətən çox xoş olur mənə bunu eşitmək. Sevinirəm ki, sizə faydalı məlumat ötürə bilirəm. Daha sonra keçirəm qazın üzərinə təmizləməyə. Birinci slip ilə təmizlədim. Sonra gördüm bəzi çıxmayan ləkələr var. Slipinin sırf qaz plitəsi üçün çətin çıxan ləkələr üçün nəzərdə tutulmuş salfetkasını götürdüm. Biraz onunla təmizləməyə çalışdım, amma gördüm yenə nəticə ürəyimcə olmadı. Keçdim artıq biraz sərt bir kimyəvi məhsula. Faberlikin qaz plitələri üçün nəzərdə tutulan məhsuluna. Onunla qəşəng sürtdüm, təmizlədim. Bəzən soruşursunuz ki, niyə Faberlik qruplarına qoşulmuram? Kanalım var əslində. Bir çoxları da ev xanımıdır izləyicilərimin. İstəsəm qrup yaradıb satışı ilə məşğul ola bilərəm. Komanda yığaram, amma əlbəttə ki, həmişə kimi qərarlarımızı birlikdə alırıq deyə yoldaşım buna icazə verməz. Nə yalan deyim, heç özüm də istəməmişəm. Biraz özüm də sosiallaşmağı sevən deyiləm sanki. Öz dünyam mənə bəs eləyir. Gözəlləşdirmək istədiyim şeyləri gözəlləşdirirəm. Belə əlavə şeyləri etmək istəmirəm. Edən xanımlara alqış düşür əlbəttə ki, hər kəs bacarmaz, komanda yığsın, onu dəvət elə, bunu qeydiyyat elə. Kimdəsə nəsə problem olur, sifarişində məbləğ əski olur, onu tamamla. Yəni məsuliyyətli işdir. Mən biraz rahatıma düşkünəm. Biraz problem görən kimi ya yoldaşımın yanına qaçıram, ya da həmin o problem yaradanları ya da əşyanı məsəl üçün həyatımdan çıxarıram. Bir sözlə uzaqlaşıram. Uşaq vaxtı problemlər və çətinliklər çox gördüyüm üçün travmadır artıq bu məndə. Sanki yenidən o balaca uşaq olmaqdan qorxuram. Nəysə, yəni deməyim odur ki, qızlar, ona görə çox belə məsuliyyətli işlər üzərimə götürmək istəmirəm. Hər hansısa bir Faberlik qrupuna qoşulum, komanda qurum. Yəni bu şeylər mənlik deyil. Qısa konkret. Mətbəximi də təmizlədim, elədim gül kimi. Sizlərə də təmizlik motivasiyası ötürə bilmişəmsə nə xoş mənə. Axşama da qonaqlarım var idi qızlar. Elə şirniyyat süfrəsi açdım. Səhər isə çox gözəl bir səhər yeməyi süfrəsi hazırlamışdım. Onlar da çox bəyəndilər. Yoldaşımın xalası gil gəlmişdi. Həm axşam gəldilər, söhbət falan elədi, həm də bizdə qaldılar. Elə səhər yeməyimizi də birlikdə yedik. Həmişə deyirdi ki, çox gözəl süfrə açırsan. Bir dəfə gəlib sizdə qalacam ki, səhər yeməyində o süfrənin gözəlliyinin dadını çıxara bilək. Elə həmin gün bu gün imiş, gəldilər, qaldılar. Mən də elə səhər yeməyi hazırladım qəşəng. Deyib gülmək, söhbət falan gözəl keçdi. Deməli, qızlar dünən də Fidaş gələndə belə bir şeylər almışdı mənə, sağ olsun. Bu saç aksesuarından özüm istəmişdim. O da alıb gətirib. Bunu da Ajdaya alıb. Bir də belə bir skrab alıb mənim üçün. Limonlu bədən skrabıdır. Çox gözəl qoxusu var. Mən limonu o qədər də sevmirəm. Yəni nə dadını, nə hər hansısa bir belə qoxusu xoşdur, düzdür, amma yəni dadını falan turş şeyləri sevmirəm. Amma bunun qoxusu o qədər gözəl gəlir ki, mütləq sınayacağam. Bunları da ki, çox bəyəndim. İnşallah istifadə eləyəcəm. Qəşəng-qəşəng şəkillər çəkəcəm bunlarla. İnşallah o şəkilləri də tezliklə paylaşacağım sizinlə. Bir daha təşəkkür edirəm Fidaşıma. Çox sağ olsun diqqəti üçün. Hər birini çox bəyəndim. Əvvəlki gündən də çay dəsmallarını yumuşdum. Tüləyərkən biraz çəkiliş elədim, amma çox çəkmədim. Hər dəfə eyni olmasın deyə. Bəzən yorumlarınız yön verir ki, hər dəfə eyni şeyləri çəkmirəm. Ona görə də belə burada çəkiliş eləmədim çox. Sonda düzənləyiciyə yerləşdirəndən sonra çəkdim son görüntünü. Sevirəm mən bu sərgəli görüntünü. Ona görə çalışıram ki, çay dəsmallarını ütülüyüm, sərgəli şəkildə yerləşdirim. Kuriyeniz geldi. Teşekkürler. Hadi kızlar, belə bir gül aldım deyim. Ceyran artıq bilirsiniz, yəni qonşumuz, tanıyanlar tanıyır. Gedirdi öz müştərisi üçün gül buketi düzəltdirməyə, hazırlatmağa. Dedim elə birində mənə düzəltdir. Özümə belə bir gül aldım. Çox gözəldir. İçərisində də qəşəng güllər var. Rəngarəng belə bir buket hazırlayıb. Çox bəyəndim. İndi bunu qoyacağım vazaya.
Burada da qızlar halva hazırlayıram. Elmira Qədirovanın resepti ilə hazırladım. Umaclı halva olan reseptidir. Həm cümə axşamı olduğuna görə, həm də nəsə belə könlümdən keçdi. Dedim durum hazırlayım. Allah qəbul eləsin inşallah. Elə çox hazırlamadım qızlar. 2 boş qablıq hazırladım ki, yəni bir papagilə verərəm, qaynatamgilə. Biraz da evdə qalar. Bu qədər. Yeni bir gündən salam qızlar. Dünən Arşda bağçadan gələndə bu gözəl gülləri görüb o qədər sevindi ki, dedim ki ata alıb. Çox sevindi görəndə. Və axşam da yoldaşım əlində belə bir şeylə gəldi. Axşam da yoldaşım belə bir şey almışdı. Çox sağ olsun. Həqiqətən çox sevindim görəndə. İnsana xoş gəlir bəzən belə kiçik hədiyyələr, sürprizlər. Həqiqətən sürpriz oldu mənə də. Allah razı olsun ondan. İndi istəyirəm bunu güldana yerləşdirim. Çünki dünən istədim yerləşdirim, amma arxa hissəsindən gördüm ki, budaqlar burada bitir. Yəni heç cür suya qoya bilmədim. İndi istəyirəm ki açım, amma açmaq da istəmirəm. Çox gözəl görsənir belə. Bilməm necə edeyim ki, güldana yerləşdirim ki, solmasınlar. Qəşəng su falan verim. Biraz suda qalsınlar da, yəni heyifdir. Çox gözəldirlər amma. Deməli qızlar, özüm özümə gül aldım deyərkən, bilirsiniz ki, mənim heç bir yerdən qazancım yoxdur. Yoldaşım pul verdikdən verənə nəsə özümə alıram, eləyirəm. Bəzən də olur ki, insan istəyir belə güldanda gözəl bir buket olsun. Onun üçün elə Ceyrana demişdim ki, bir 15-20 manatlıq bir şey düzəldərsən də mənim üçün. Yəni nə çox baha olsun, nə həmin o verdiyim pula heyfim gəlsin. Amma yenə də gözüm könlüm açılsın istədim deyə bu cür buket hazırlatdırdım. Arada deyirəm ki, yəni belə özümüzə gül hədiyyə eləməliyik məncə. Yoldaşım da dedi ki, bir də eləmə, mən özüm sənə gül alaram. Yəni evə gələndə bilmirdim gül alacağını, amma evə gələndən sonra dedi ki, yəni bir də gül falan hazırlatdırma, mən özüm alaram sənə. Deməli qızlar, bunları da yerləşdirdim. Bunu belə orxideyanın qabı var idi. Onun içinə qoydum hələlik. Digərini də elə bu vaza qoydum. Suyunu dəyişdim ki, hər biri suyun içərisində olsun, təmiz-təmiz. Çox qəşəngdilər. O da məni belə sevindirmiş oldu. Bütün xanımlara əlbəttə ilk öncə can sağlığı, sonra da qadın xoşbəxtliyi arzu eləyirəm. Ətrafımızda üzümüzü güldürən insanlar çox olsun. Əsas da insanın yoldaşı onu başa düşməlidir, anlayışla qarşılamalıdır. Əlbəttə bizdə də bəzən olur ki, anlaşmamazlığımız olur, ailədir, hər evdə ola bilər. Amma günün sonunda bir-birini anlamaq və belə deyərdim, yola vermək, başa düşmək məncə ən önəmlisidir. Ailəni dağıtmaq asandır, amma bir-birinin səhvini görməzdən gəlmək, anlayışla qarşılamaq, ailəni qoruyub saxlamaq məncə çox çətindir. Burada da qızlar artıq vloqumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.